Salam əziz şagirdlər. Bugün 26 aprel tarixində keçirilmiş 9'ların 3. zona imtahanına baxacağıq. Gəlin başlayaq. 57-ci sual. Bizə deyir ki, qarışıq ədədi göstərin. Qarışıq ədəd bilirsiniz ki, tam hissəsi olan kəsirdir. O da A variant edir 1 tam %3. Həm tamı var, həm kəsir hissəsi. 58-ci sual tənliklər sistemidir. Gəlin həll eləyək. Burada yaxşı olar ki, əks işarəli y-ləri yox eləyək. Onun üçün birinci tənliyi 3'ə vuraq, ikinci tənliyin hər tərəfini 2'yə vuraq. Onda olacaq 3x çıxılsın 6y bərabərdir -9. 4x 2'yə vuranda 8x üstə gəlsin 6y bərabərdir -24. Tərəf-tərəfə toplasaq y-lər getdi. Qaldı 11x bərabərdir -33. X bərabərdir -3. Bu x'i tapdıq. Gətirək yerində yuxarıda qoyaq. 3 vurulsun -3. Çıxılsın 6y. Çıxılsın 6y. Səsimə görə üzrlü sayın qripəm. Bərabərdir -9'a. Onda -9 çıxılsın 6y. 6y bərabərdir -9'a. 9'lar bir-birini qalanda elə aparanda 7 qalır. Y bərabərdir 0. Cavab olacaq -3,0. Y variantı. 59-cu sual. Bizə belə bir bərabərsizlik verib və onun ən böyük həllini istəyir. Deməli 5 çıxılsın 4x kiçikdir. -7 çıxılsın 5x'dan. Bu 5x'i ataq sağa. Bu 59-cu sual idi. 5x'i ataq sola. Olsun -4x. Üstə gəl 5x. 5'i də ataq bu yana. -7 çıxılsın 5. Buradan qalır 1x kiçikdir -12. Bizdən də ən böyük tam həllini istəyir. Ən böyük tam həlli də -13'dür. Sonuncu -13 olur. Cavab olur A variantı. 60-cı sual. İlk 100 natural ədədin içində neçəsi nə 2'yə, nə də 5'ə bölünmür? Gəlin belə eləyək. 2'yə bölünən ədədləri tapsaq, ilk 100 natural ədədin içində 50 dənə 2'yə bölünən ədəd var. Bu elə bir ki, tutalım ki, 2'yə bölünən çoxluğudur. A. Bir də 5'ə bölünməsini istəyir. 5'ə bölünəndə 50'dən 100'ü 5'ə bölündə 20 dənə də 5'ə bölünən ədəd var. İkisinin də kəsişməsi, yəni həm 2'yə, həm 5'ə bölünən ədədlər 10'a bölünən ədədlərdir. 10 dənəsi də 10'a bölünən ədədlər. Yəni bunların içində elə ədədlər var ki, həm 2'yə bölünür, həm də 5'ə bölünür. İndi biz buradan A birləşmə B-ni tapaq. Yəni həm 2'yə, həm də 5'ə bölünən ədədlərin ümumi cəmini. Onda belə olacaq. 50 üstə gəl 20, kəsişməni çıxırıq. Çıx 10, 70, 60 dənə ədəd həm 2'yə, həm də 5'ə bölünür. İndi bizə lazımdır 100 dənənin içindən 60 dənəsi bölünməsin. Onda qalacaq 40 ədəd. Bu 40 ədəd ikisinə də bölünmür. Keçdik 61'ə. 61-ci sual. Deməli, deyir ki 18x'in kubu ilə burada yazacağım. 18 9'a bölünür 2 dəfə. 5 də 5'ə bölünür 5 dəfə. Birinci ədədləri apardıq. Qaldı yuxarıdan x'dən kub qədər var. Aşağıda x'dən kvadrat qədər var. Bir dənə x yuxarıda qaldı. Y-dən bir dənə aşağıdadır, bir dənə yuxarıdadır. Getdi. Z-dən bir dənə yuxarıdadır, aşağıda 4 dənə var. Qaldı z-in kubu. O da eləyəcək 10x bölünsün z-in kubu. Yəni B variantı. 62. Kubun bütün tillərinin uzunluğunu 7 dəfə artırsaq, onun həcmi necə dəyişər? Həcm A'nın kubudur. Bilirsiniz ki, ona görə də kubu ilə düz mütənasibdir. 7'nin də kubu 343 edəcək. 63. Paralelogramın kör bucağı iti bucağından 2 dəfə böyükdür. Yəni biri x'tir, biri 2x'tir. Biz də bilirik ki, paralelogramın bir tərəfə bitişik bucaqları 180'dir. Cəmləyib 180 eləyəndən sonra birini 60 tapacağıq. Digərində 120. 60, 120, 60, 120. Aha. Deməli, belə bir tənlik var. Kəsir tənlikdir. Gəlin belə eləyək. Bunun hər tərəfini 20'yə vuraq. Bunu da 20'yə vuraq. Məcbur hər birini 20'yə vuraq da. Bu 4'ə getsə 5 qalır. 5'i 3y vuranda 15y.
Çıxılsın 5'i 2'ye vuranda 10. Çıxılsın 4'e bölürük. 4 vur 3 12. İşte gel mənfi olduğuna göre 4 y müsbətə çevrilir. Hə, bu kim imişsə bunu yazan. Burada bax səhv eləyibdi. Plus 4 y yazmalıydı. Axın mötərizənin içi də mənfidir. Üstə gəl, bunun kəsri yoxdur deyə birbaşa 3'ə vurulur. 60. Bərabərdir 0'a. 15y 4y verdi 19y. Ədədlərin də hamısını atırıq o yana. Mənfi 10, mənfi 12, mənfi 22, 60 müsbətdir. Keçirdən də o yana eləyir 38. Mənfi 38 bu arada. Y bərabərdir mənfi 2 olmuş olacaq. Cavab elədi B variantı. Gəldik bura. Hə, yenə bir tənasübdür, yəni tənlikdir. Tənlikdən çox sual veriblər. 5 vur 2 qız 12, 4 dəfə 3'üm 12. Tərəf-tərəfə böləndə 1,2. 66. Sahəsi 96 cm. Diaqonalları 3/4 nisbətində olan rombun bizdən hündürlüyünü istəyir. Deməli, buradan diaqonalların sahənin diaqonallarına bir düstur var. D1, D2 bölünsün 2. Gəlin buradan diaqonalları çıxardaq. Bərabərdir 96'ya. Birində 3K desək, 3K vurulsun 4K bərabərdir 96'nı 2'ye vuranda 192. Düzdürmü? 12K kvadratı 192. 192'ni 12'ye bölsək bir dəfə qalır 72. 72'də də 6. 4'də. Aha. Deməli, K'mız 4 imiş. Onda belə çıxır ki D1'imiz 3 4'üm 12'dir. D2'miz də 4 4'üm 16'dır. Buradan da hündürlüyümüzün bir dənə diaqonalla olan düsturu var idi. O düstur da bu şəkildədir. 1 bölünsün h'ın kvadratı bərabərdir 1 bölünsün D1'in kvadratı üstə gəlsin 1 bölü D2'nin kvadratı. Yerinə qoysaq 1 bölü h'ın tərəflərinə də əlaqələndirə bilərik. Bu da olar. 1 bölü h'ın kvadratı bərabərdir. Deməli, bu çətin gedəcək. Gəlin tərəflərinə əlaqələndirək. Tərəfi ilə. Diaqonalın kvadratı düsturundan D1 kvadrat üstə gəl D2 kvadratı bərabərdir 4AH-a. 4A kvadratına daha doğrusu. Buradan test çıxartsaq 16'nın kvadratı 144, 12'nin kvadratı 144, bu da 16'nın kvadratı. Bura eləyəcək 144 ilə 256'ını toplayanda 400. 4A'nın kvadratı bərabərdir 400'ə. O da böləndə A'nın kvadratı bərabərdir 100'ə. Tapdıq ki, tərəf 10'dur. Hündürlüyünü də tapanda biz bilirik ki, sahənin belə bir düsturu da var da. S bərabərdir. Həm də S AH-a bərabərdir. Oradan da 10 vurulsun H bərabərdir 96 santimetrə. H da 9,6 olacaq. Suallara getdi. Burada 9,6 cavab oldu C variantı. 10. sual. Biraz buraya təmizləyək. Onuncu sual. 10 dediğim 67. sual. Vurub açaq bunu da, bunu da. Yaxşı olar ki, birinci 10'a vuraq. Kəsirdən azad olsun. Bu tərəfə yazaq. 6x üstə gəl 4 6 24. Bu tərəfə də yazaq 12 vur 8 96 çıxılsın 8x. Bu yana gəlsə 14x bərabərdir 96'dan 24'ün çıxanda 72. X'i tapmaq üçün də 72'ni 14'ə bölərik. Hər tərəfi 2'yə bölsəm 36, 2'yə bölsəm 7. 36'ın içində 7 5 dəfə. 5 tam 7'də 1 olacaq. Cavab oldu Y variantı. 68. Deyir ki, K'nın hansı qiymətində bərabərlik olar? 9A. Görürük ki, bu 9'u buna vursam 9A, 9B. Demək burada da 9 dənə B olmalıdır. Cavab olur A variantı. 69. Kvadratik tənliklərdən 2 dənə misal veribdir. Deməli, biz bilirik ki, bu oxa daha yaxınlaşdıqca
Bunun baş əmsalı daha da böyüyür. Çünki daha kəskin artır. Onda G-nin baş əmsalı bundan böyükdür. İkinci tərəfdən ikisinin də özü yuxarıdır. Ona görə ikisi də sıfırdan böyükdür. Gəlin birinci Gx-i böyük eləyək Ax-dan. Onda olacaq belə. 2A çıxılsın 2 böyükdür. Böyükdür. 4A çıxılsın 16-dan. Belə eləyək. A-nı keçirdək bu yana, ədədi keçirdək bu yana. Olacaq mənfi 2 plus 16 böyükdür. 4A çıxılsın 2A-dan. 2A kiçikdir 14. A da kiçikdir 7-dən. Bir tərəfdən də dedik ki, ikisi də sıfırdan böyük olmalıdır. 4A çıx 16 sıfırdan böyük olanda A gərək 4-dən böyük olsun. Bir tərəfdən də 2A çıx 2 böyükdür sıfırdan, A böyük olsun 1-dən. Bu üç tənliyin kəsişməsi, daha doğrusu bərabərsizliyin kəsişməsi, o da olacaq onda A 4 ilə 7-nin arasında. O da yalnız və yalnız 5 və 6 olur. Cəmi də cavab 11 edəcək. 70-ci sual. Fəhlə 1242 detal hazırladıktan sonra aylıq planın 54% hələ qalıb. Fəhlənin aylıq planı neçə faizdir? Deməli 54 plan qalıbsa biz 100-dən çıxanda fəhlənin gördüyü iş 46% imiş. Onda belə eləyək. 1242-ni bölək 46-ya vuraq 100%. Onu da kalkulatordan bölün bir dəqiqə. Deməli 1242 bölünsün 46 27%. Yəni 2700 olacaq. Aha, iki daxili bucağın cəmi 149 olan 3-cü bucağı çox asan sualdır. Təbii ki 180-dən 149-u çıxırıq. Nəticə də elə 31 qalır. 72 kök altına aid bir sualdır. Deməli neyniyək? Alt-alta birlikdə vurmaq olar və görürük ki bunlar qoşmadırlar. İkisini birgə vursaq, birincini birinciyə 144, çıxılsın ikincini ikinciyə vursaq, 4 4'üm 16, 16'ını da 5'e vuranda 80. O da eləyir kök altında 64, buradan da çıxır 8. Aha, belə bir sual veribdir. Yerinə qoyub həll etmək lazımdır. Amma təbii ki, sadələşdirək. Birinci hissə buradan bura qədər A üstəgəl B-nin mötərizə kvadratını verir. Çıxılsın. Buradan da 7'ni mötərizə xaricə çıxarsam. Bu da 7 A plus B-ni verəcək. Buradan A plus B-ləri çıxartsam. A üstəgəl B vurulsun. Burada bir dənə A plus B qalmışdı axı. Olacaq A üstəgəl B çıx 7. Tez yerinə qoysaq. A 4,15'də 13'də 5'dir. Bu da 2,13'də 8'dir. Toplayanda bunları 7 verəcək. 7 vurulsun. 7 çıx 0. 7. O da eləyəcək 0. 7'ni 0'a vuranda 0. Ondan kiçik mürəkkəb ədədlər çoxluğun A ilə B'də də 1, 2, 4, 10'dur deyəsən. Birləşməsinin elementləri. Ondan kiçik mürəkkəb elementlər 4'dür, 6'dır, 7 yox, 8'dir, 9'dur. B çoxluğunda veribdir. Bizə də lazımdır A birləşmə B'ni. 1 var, 2 var, 4, 6, 8, 9. Say deyir 1, 2, 3, 4, 5, 6. 6 olacaq. 75. sual. Mərkəzə O nöqtəsi olan çevrədə AOC 144'dür. Buranı 104 verib. Onda tez biz bu ABC qövsünə də 104 deyərik. Bucaq ABC'ni tapmaq üçün birinci aşağı qövsü tapmalıyıq. Buradan məsələn bir M desək. AMC qövsü 360'dan 104'ü çıxaq. Eləsin 254. Yox bir dəqiqə 256. İndi bu da ABC daxili bucaqdır. Onun da yarısı 256'ını da 2'yə böləndə 128 olacaq. 76. Otaqda olan şagirdlərin orta imtahan balı 74 idi. Otağa balı daxil olan bir nəfər də gəldi. Nəticədə şagirdlərin balı X-a yüksəldi. 79'a yüksəldi. Əvvəl uşaqların sayı X qədər idi. Orta imtahan balı da 74 idi. Onda cəm nə qədər idi? 74x idi. Düzdürmü? Artıq deməli X nəfərdə 74'dür. X plus 1 nəfərdə isə bir nəfər gəlibdi. X plus 1'də bal olubdu 94 bal. X plus 1'i 94 79'a yüksəlibdi.
Bura sadece bir nəfər 79-94 bal gəlib. Yəni əvvəlki 74x-in belə deyək, əvvəlki 74x-in üzərinə sadəcə bircə 74x-in üstünə bircə dənə 97 bal gəlib. 94 bal. Vurub açsaq 79x üstə gəl 79 bərabərdir 74x üstə gəl 94. Çevirsəm bu yana 5x bərabərdir. 94'dən 79'un çıxanda 1, 80, 15 olur. X bərabərdir 3 nəfər. Əvvəlcə otaqda 3 nəfər şagirdimiz var imiş. 77. AB, CD və YF düz xətləri O nöqtəsində kəsişirlər. Şəkil biraz körləndi. Ona görə burada bir də çəkəcəm. AB belədir, səhv etmirəmsə. CD biraz əyri gəlir. YF də belə gəlir. Deməli, bura oldu AB, CD, burada oldu YF. Nə deyir bizə? AOC, burada orta nöqtə AOC 24'tür, yəni bura 24'tür. Onda dərhal OBD də 24'tür. FOD, burada 46'dır. Onda burada 46'dır. Bizə deyir YOB'dir. Təbii ki, buranı tapmaq üçün 180'dən bu ikisinin cəmini çıxaram. Bu ikisinin cəmi 70 eləyir. 180'dən də 70'in çıxanda yerdə 110 qalacaq. Açıqları ayrı bir izahda paylaşacağım. Bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Səhvlərinizi, düzlərinizi, imtahan necə keçdi, ümumi siyasiyalarınızı rəylərdə qeyd etməyi unutmayın. Hələlik.